Dünyanın bir çox ölkələrində işəmuz, günəmuz əmək haqqı ödənilməsinə yanaşı, həm də iş saatlarına uyğun əmək haqqının ödənilməsi sistemi də vardır. Azərbaycanda hələlik bu sistem tətbiq olunmur, amma tətbiqinə hazırlıq gedir və qanunvericilikdə də müəyyən dəyişikliklər aparılması üçün layihə hazırlanır. İşəmuz əmək haqqından və günəmuz əmək haqqından fərqli olaraq elə işlər var ki, onları əmək haqqının yalnız iş saatları hesabına hesablamaq, vermək, ödəmək həm işçiyə sərf edilir, həm işə götürənə sərf edilir. Tutaq ki, kuryer işi var, yaxud da ki, şadlıq evlərində ofisiant işləri var və yaxud da ki, tutaq ki, yük boşaltma işləri var. Kənd təsərrüfatında saatlıq işlər var ki, bunları biz nə günəmuz müqavilə ilə, nə də işəmuz müqavilə ilə tənzimləmək mümkün deyil. Misal üçün, tutaq ki, tələbədir, 1-2 saat onun boş vaxtı var, haradasa gedib şadlıq evində 1-2-3 saat işləyəcəkdir. Bunun minimum əmək haqqına bağlamaq da mümkün deyil. Mümkün olanda çox az, onu saatına böləndə az əmək haqqı alacaq. Eyni zamanda əmək müqaviləsi bağlamaq da ona daimi aylıq belə mümkün olur. Buna görə də saat hesabı əmək haqqı sisteminə keçirilməsi belə işlərdə daha mobil münasibət yaratması və sahibkara, işçiyə işlədiyi saata görə daha yüksək əmək haqqı verməsi imkanı yaradacaqdır. Bu həm işə götürən üçün faydalıdır, həm də işçilər üçün faydalıdır. Eyni zamanda əmək münasibətlərinin tənzimlənməsində də yeni bir hüquqi normalar yaradır. Hesab edirəm ki, bu saatlıq iş rejiminin tətbiq olunması, saatlıq əmək haqqının tətbiq olunması bir çox sahələrdə əməyin maliyyələşdirilməsi problemini aradan qaldıracaqdır. Həm sahibkarlar üçün, həm də işçilər üçün faydalı olacaqdır.